Bu günləri çox tez hazırlanan bir piroqla sizinlə paylaşıram. 5 qaşıq qatıq tökürəm. Azca yarım çay qaşığı soda əlavə edirəm üzərinə. Qatışdırıram. Belə baxın, köpüklənir, qəşəng. Bir yumurta ağlı, sarılı tökürəm. Duz da əlavə edirəm və üzərinə bunun da yağ əlavə edirəm. Ərinmiş kərə yağı. Bu şəkildə olur. Unu da ki göstərəcəm. Belə qaşıq-qaşıq əlavə edib qatışdıracağam. Qəşəng xəmir alınmalıdır. Yoğurmağa xəmiri göstərəcəm ki necə olmalıdır. Un lazım olsa yenə əlavə edəcəm. Yapışır. Deməli un lazımdır. Qəşəng xəmir olur. Sadəcə yoğurmaq lazımdır. Bunu qoyuram dinlənsin. 5-10 dəqiqə bəs eləyir. 5 dəqiqədən sonra keçək hazırlanmasına. 5-10 dəqiqə belə kənarda qoydum. Bunu 2 yerə bölürəm. Piroqu rahat götürüb sobaya qoymaq üçün yağlı kağızın üzərində belə açıram. Belə listə. İndi bunun üzərinə kənarlarını biraz belə-belə eləmişdim. Belə burmaq rahat olsun. Kimlə içli istəsə ondan da əlavə edə bilər. Mən soğan, toyuq, kartuşka qovurdum, onu tökəcəm içinə içli olaraq. Belə hazırlamışdım. Yenə də dediyim kimi soğanla toyuq ətini qovurdum. Kartuşka da əlavə etmişdim. Qovurdum, duz, istiot və tökürəm içinə. Tez-tez hazırladığımda istəsəniz toyuq ətinin yerinə ət də əlavə edə bilərsiniz. Ətlə də qəşəngdir, toyuqla da. Listin içinə belə yayıram. Açıram üzərinə. Baxın, ikinci xəmirimiz də hazır. Üzərinə yumurtayla yumurtalayıram. Bir vilka ilə belə deşiklər açıram. Havası çıxır. Baxın, küncütlə bu şəkildə elədim. Siz də yaxınlarınız üçün qəşəng-qəşəng belə ürəklər eləyin. Aparıram sobaya 180 dərəcədə. 20-25 dəqiqəyə hazır olur. Bilirsən, küncütləri təmizləyir. Küncüt olursa. Hem görünüşü hem de adı çok tatlıdır. Seveceksiniz, hoş olsun.